Xəstə Usubov Elgün 2009 təvəllüdlü, sentyabr ayının 22-si mənə müraciət etmişdi. Sarılıqla, kəskin sarılığı var idi. Xəstəyə müayinə tədqiqat apardıqdan sonra qaraciyərin xolestazı ilə birgə müşahidə olunan toksik zədələnməsi diaqnozunu qoydum. İndi istərdim xəstə özünün əvvəlki və bugünkü vəziyyəti haqqında məlumat versin. Mən Elgün Yusubov, məndə 3 aylıq sağlıq xəstəliyi var idi qaraciyərimdə. Mən Tbilisi şəhər mərkəzində ödümdən əməliyyat olmuşdum və biz Bakıya gələrkən bizə Sevinc Abbasov Diaqnostik Mərkəzində tövsiyə gördülər və sağ olsun həkimin özü də və beləliklə sağaldım mən. Hörmətli Sevinc xanım, sizə təşəkkür edirəm. Mənim evladım 3 aydan, 4 aydan çoxdur ki, sağlıq xəstəliyindən əziyyət çəkir. Qısa müddətdə siz bunu sağaltdınız. Minnətdaram sizə. 6 ay bizdə